Liftsiz tumanında bülleten daşıyaraq seçki saxtakarlığına alət olan ləyaqət varlıqlar müəllim imicini əsas zərbə vurduğu halda bu gün hələ də cəmiyyətdə müəllim imici deyərkən belə zərərli faktlar deyil, daha çox görünüş üzərindən qiymətləndirilir ki, bunun əsas səbəblərindən biri də bizdə imic anlayışına dair bilginin məhdud olmasıdır. Mən sözün etimologiyası üzərindən imicin görünüş deyil, düşüncə ilə əlaqəli olduğunu izah etməyə çalışacağam. Beləliklə getdik. Image sözü latın mənşəlidir və dilimizə ingiliscə vasitəsilə keçib. Bəli, bu sözün bir mənası xarici görkəm deməkdir, amma biz burada peşə imici ilə əlaqə qura bilmərik. Çünki bir insanın hansı bilgi və bacarıqlara malik olduğunu onun üzünə baxaraq müəyyənləşdirə bilmərik. Heç kimin alnında onun haqqında informasiya yazılmır. Yalnızca həmin şəxsə ünsiyyətə girərək, yəni beyninin içinə baxaraq bunu müəyyənləşdirə bilərik ki, biz burada imicin digər mənası, rəmz, simvol, fikir, təsəvvürə gəlirik. Ayrıca bir şey həyata keçirmək üçün insanda əvvəlcə gərək bir ideya, informasiya olsun ki, həmin ideyaları praktikaya köçürə bilsin. Bu baxımdan hətta ingilis dilində beyində canlandırmaq, təsəvvür etmək mənalı imagine sözü də məhz bu image ilə əlaqəlidir. Tarixdən də nümunə verəsi olsaq, böyük ictimai siyasi dəyişiklikləri yaradan peyğəmbərlərdən tutmuş, bu gün hal-hazırda istifadə etdiyimiz texnologiyaların formalaşmasına rol oynayan əksər elm adamlarının görünüşü qeyri-adi olub, amma həmin adamların məhz düşüncələrinə qiymət verən ölkələr bu gün inkişaf etmiş ölkələr siyasındadır. Amma bizim kimi mahiyyətə deyil, aslara qiymət verən, elm adamına deyil, şoumenlərə, tamadalarına üst tutan cəmiyyətlər isə hələ də 3-cü dünya ölkələri siyasından xilas ola bilmir. Ən primitiv bir nümunə, bir adamın gül camalına istəyirsən saatlarla diqqət elə, ondan sənə nə xeyir, nə də ziyan gəlməyəcək. Amma onun beyninin içinə baxmağa çalışsan, bəlkə nəsə qazancın oldu. Necə deyərlər, gör-götür dünyasıdır, ağıl ağıldan üstündür və o yaşda deyil, başdadır.